Ben olayı zehnedim, sanki Everest. Ben olayı zirvedim, sene vura hele tez. Ulduzlar köhnelmiş, ne de göden yere emmiş. Yaratıcılık ölmüş, çünkü ışıkları senmiş. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Işığı yandırsın Edison. Hayatım kino, özüm rejisör. Daim ireli, bu değil hele son. Sesim sesinizle unison. Köhne dalga, yeni antena. Hayatımda her şey şampulena. Neze parolum bilen ona. Sesim tanış mikrofona. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Sevindiler seni bu musiki, üzüntüler keder biter, üzün güler. Sevindiler seni bu musiki, üzüntüler keder biter, üzün güler. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan. Show business'te bir yandan, SOS. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bu gündən etibarən mənim balam istedaddır verilişini mən Ayxan Azgözəlov aparacaq. Ayxan sən tək, yox. Mən də səninlə bərabər aparacağam. Xeyr, mənə dedilər ki, bu verilişi ancaq sən apara bilərsən. Sən axı aparıcı deyilsən, tək apara bilməzsən. Sənə kömək eləmək lazımdır. Kimdir o? Elşad əmi! Hamını başa düşdük ki, Elşad qışqırır. Mehman kimdir? Kimdir mehman, Rəsul? Rəsul mehman qışqırır. Buna baxın, bunun tərzinə baxın. Çək bunu bir dənə iri planda. Maşa! Maşa! Bu da Oktay qışqırır. Oktay bir də mehman qışqırır. Yəni mən bədbəxtin adını bilən yoxdur burada. Hə, necəsiz? Yaxşı! Yaxşı! Yaxşı. Mirsadıq bir dənə də iri planda qışqır, hamı görsün. Yaxşı!
Hamısı yaxşıdır. Alqışlayaq bir də bizim balalarımızı. Hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Musiqinin tək ünvanı MTV kanalında Mənim Balam. Mən indi bildim, sizi evdən niyə bura göndərirlər saat yarım. Belə qışqır bağıra görə. Hə, bazar günüdür, maraqlı verilişimiz olacaq. Münsiflər heyətində salamlayıram. Lalə xanım da buradadır, Lalə Çoğdarlı. 2 rəsm əsər çəkəcək, biri sürprizdir, biri də göz qabağındadır. O biri əsəri də sürpriz əsər olacaq. Və bugün maraqlı bir buraxılışımız olacaq. Bazar günü dünən çünki maraqlı bir buraxılışımız keçdi. 6 dueldə olan iştirakçıdan 3 nəfər layihəni tərk elədi. Bu gün də 6-lıq duel olacaq və bu gün də dueldə 6 iştirakçıdan 3-ü layihəni tərk eləyəcək. Günün liderlərini təqdim eləyəcəm, qızıl onluğu təqdim eləyəcəm və münsiflər heyətinin təqdimatı ehtiyac yoxdur və bir qonağımız da var. Bir dənə onu ürəkdən alqışlayaq bizim balamızı. Əsməri bir dənə ürəkdən alqışlayaq, Əsməri. Əsməri alqışlayın bir dənə ürəkdən. Əsmər, xoş gəlmişsən, necəsən? Bakıram, siz necəsiz? Can, sənə qurban olaram. Sənin başıma dönaram mən. Sən bizim ürəyimizsən və Əsmərin valideyninə tapşırdıq ki, Əsmərin ürəyi nə vaxt istəsə, Mənim Balam istedadlı yarışmasına gəlib əyləşə də bilər, çıxışda eləyə bilər. Əsmər, buradakı uşaqların hamısı səni çox istəyirlər. Bunlar hamısı sənin dostlarındır. Sən də onları çox istəyirsən? Bəli. Bəli, deyir, mən də onları çox istəyirəm. Siz də çox istəyirsiniz? İndi bir dənə musiqini verin Əsmərlə bir dənə Elşad əmi geçsin o başa. Getdi Əsmər. Sesinizle unison Göğne dalga yine antena Hayatımda her şey şarkıyla Ve de parolam bilen ona Sesim kalmış mikrofona Suallar streste bir yandan Bütün gün streste bir yandan Show business'te bir yandan SOS Suallar streste bir yandan Bütün gün streste bir yandan Ha, devam eləyək. Davam eləyirik. Mən çox vaxt itirmədən günün liderlərini, qızıl onluqda olan iştirakçılarımızı, dueldə olan iştirakçılarımızı bir-bir təqdim eləyəcəm. Qızıl onluqdan başlamaq istəyirəm. Qızıl onluğun 10-cu yerində SMS kodu 13 olan Aysu Səfərova. Alqışlayaq Aysunu. Qızıl onluğun 9-cu yerində Lətif Niyazov. Alqışlayaq Lətifi. Qızıl onluğun 8-ci yerində Tuncay Quliyev. Alqışlayaq, ürəkdən alqışlayaq. Qızıl onluğun 6-cı yerində, 7-ci yerində Zülfiyə Müzəffərova. Qızıl onluğun 6-cı yerində Uğur Allahverdiyev. Qızıl onluğun 5-ci yerində Lalə Çoğdarlı. Salamlayırıq. Hal-hazırda rəsm əsər çəkir. 4-cü yerində Camal Cəfərov. Qızıl onluqdadır. Təbrik edirəm Camal. 3-cü yerdə qızıl onluqda Fatimə Əskərzadə. Qızıl onluğun 2-ci yerində Ayxan Adgözəlov. Qızıl onluğun 1-ci yerində Cihan İmanlı. Günün liderləri, bugünün bazar gününün liderləri. 3-cü yer, 2-ci yer və 1-ci yer.
Bu günün lideri siyasında 3-cü yerdə SMS kodu 34 olan Nazlı Cəfərova. Günün lideri siyasında SMS kodu 11 olan 2-ci yerdə Yusif Şamilov. İkinci yerdə və bu günün lideri yenə də toxunulmazlığı lideri əldən verməyən Hilal Qasımova. SMS kodu 19 olan Hilal Qasımova. Hilal Qasımova günün lideridir və SMS nəticələrinə görə ən az səs toplayan 4 iştirakçı avtomatik dueldədir və 2 nəfəri də 2-ci və 3-cü yerin sahibləri dəvət edəcək duelə. SMS nəticələrinə görə dueldə olan 4 iştirakçımız Rəsul Allahverdiyev dueldədir. Buna bax, dünya ələnvecinə döyülür, bilmir hara getsin. Əyləş Rəsul, orada əyləş. Əyləş orada. Dueldə olan növbəti iştirakçımız Nihat Dadaşlı, bu gün gəlməyib müəyyən səbəblərə görə. 3-cü SMS nəticələrinə görə dueldə olan Fərid Əliyev. Fərid Əliyev dueldədir və növbəti dueldə olan iştirakçımız Rüqəyya Axundova. Rüqəyya da dueldədir. Nihat Dadaşlı, Rüqəyya Axundova, Fərid Əliyev və Rəsul Allahverdiyev. 4 iştirakçı dueldədir. 4 iştirakçı dueldədir və günün lideri siyahısında olan Yusif Şamilov, Nazlı Cəfərova bu iştirakçılardan kimlərinin adını çəkə bilər? Yusif Talıblı, Zəhra Vəliyeva, Zəhra Vəliyeva, 3 nəfər, bir də Ümid Nəbizadə. Siz arxaya durun. Yusif Talıblı, Zəhra Vəliyeva, Ümid Nəbizadə. 3 iştirakçıdan birinin adı. Ümid, yenə də Ümid. Ümid, gəl qabağa zəhmət olmasa. Yusif Şamilov, Yusif Talıblı yoxsa Zəhra Vəliyeva? Zəhra Vəliyeva yoxsa Yusif Talıblı? Bir nəfərin adını çək. Zəhra. Zəhra Vəliyeva, gəl Zəhra. Zəhranın adını çəkdi. Hilal Qasımova, bir nəfərin yerini dəyişə bilərsən. İxtiyar sənin əlindədir. Dəyişə də bilərsən, dəyişməyə də bilərsən. Dəyişirsən, yoxsa yox? Zəhra. Zəhranı dəyişmək istəyirsən? Kimi ilə? Yusif Talıblı ilə. Avtomatik Yusif düşəcək duelə. Yusifdən başqa iştirakçı yoxdur. Yusif düşməlidir. Ya dəyişirsən, ya yox. Tez, Hilal tez qərar ver. Dəyişmirsən? Dəyişmir. Zəhra Vəliyeva, Ümid Nəbizadə, Rüqəyya Axundova, Fərid Əliyev və Rəsul Allahverdiyev, Nihat Dadaşlı 6 iştirakçı dueldədir. Verilişin sonunda 3'ü təşkil eləməlidir. O bir iştirakçılara əyləşin zəhmət olmasa. Hə dostlar, çəkilişdə göstərdiyi köməkliyə görə bir dənə Altun Saray ürəkdən alqışlayaq. Möhtəşəm Altun Saray. 7 böyük zalı var, ad günü, Royal Xınayaxtı. Toy məclislərinizi birbaşa Altun Saraya etibar eləyə bilərsiniz. Mənim adımdan istifadə eləsəz, hələ endirimlər də olacaq. Ekranda nömrələri görürsünüz və gündəlik şou proqramlar, ölkənin ən tanınmış şou biznes nümayəndələri məhz Altun Sarayın zallarında çıxış edirlər. Şou proqram, gündəlik şou proqramlar da olur və uşaq zalı da fəaliyyət göstərir. Bir sözlə xeyir işlərinizi, ad günlərinizi, banketlərinizi Altun Saraya əmanət eləyə bilərsiniz. Və ikinci bizə dəstək olan EME parfümə minnətdarlığımızı bildiririk. Ölkənin ən sayılıb seçilən ətir dünyası EME parfüm. EME parfüm hər zaman bizim layihələrdə bizimlə bərabərdir və bu gün də
EM parfümün hər həftə iştirakçılara hədiyyələr olacaq. Bugün günün liderlərinə hədiyyəsi var EM parfümün. Nazlıya, Hilala, Yusuf Şamilova hədiyyələri var EM parfümün. 1+1 kampaniyası da davam edir. Dünyanın istənilən ölkəsində olan ətirlər məhz EM parfümdədir. Nazlı, bu sənin. Hilal, bu sənin. Yusuf Şamilov, bu da sənin. Alqışlayaq bizə dəstək olan bütün şirkətləri EM Parfüm və Altun Saray. Möhtəşəm Altun Sarayda alqışlayaq. Və bu gün layihəni tərk eləməyinə baxmayaraq Ömər Abbasov bizimlə bərabərdir. Alqışlarınızla səhnəyə dəvət eləmək istəyirəm. Ömər, xoş gəlmisən. Necəsən Ömər? Mən də yaxşıyam. Mən sənə söz vermişdim ki, layihəni tərk eləsən də gəlib çıxış eləyə bilərsən. Xoş gəlmisən. Bugün nə çıxış eləyəcəksən? Bu mahnı ifa edəcəm. Tanrı Türkçə yar olsun mahnısı. Bəli, Tanrı Türkçə yar olsun. Alqışlayaq Ömər Abbasov. Hər azaba katlaşdım, atlanıb dağlar aşdım, bir qurtla karşılaşdım. Dedi uğurlar olsun, Tanrı Türkçə yar olsun. Dedi uğurlar olsun, Tanrı Türkçə yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türkçə yar olsun, Turan eller var olsun. Tanrı Türkçə yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Və davam edirik. Bugünün lideri, bazar gününün lideri Hilal Qasımovanı dəvət eləyək səhnəyə. Bugünün lideridir. Alqışlayaq ürəkdən. Hilal Qasımova. Hilal Qasımova bugünün liderisən. Hilal, elə gün olacaq ki, sən günün ikincisi olasan və yaxud da qızıl onluqda əyləşəsən və yaxud da elə gün olacaqmı görəsən sən dueldə olasan? Deyir olmayacaq. Hilal, nə hazırlamısan bizim üçün? Mahnı, kimin mahnısı? Xahişlər nəzərə alınaraq çox bəyənilən Aygün Kazımovanın SOS mahnısını oxuyacağam. Hilal Qasımovadan Respublikanın xalq artisti, səhnəmizin divası Aygün Kazımovanın repertuarından trend olan, brend olan SOS. Gəlsin Hilal. Mən olan yer səhnədir, sanki Everest. Mən olan yer zirvədir, sənə bura hələ tez. Ulduzlar köhnəlmir, nə də göydən yerə emmir. Yaradıcılıq ölmür, çünki ışıqları sönmür.
Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Işığı yandırsın Edison, hayatım kino, özüm Redison. Daim irəli, bu deyil hələ son, səsim səsinizdə unison. Köhnə dalğa, yeni antena, hayatımda hər şey şampilena. Təzə parolum birdən ona, səsim tanış mikrofona. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Sevindirer seni bu musiki, üzüntüler, keder biter, üzüntüler. Sevindirer seni bu musiki, üzüntüler, keder biter, üzüntüler. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'e bir yandan, SOS. Alqışlayaq, Hilal Qasımovanı alqışlayaq. SMS nəticələrinə görə bu günün lideridir və bu günün ikincisi. Hər zaman o da lideri kürsüsündə əyləşir. Çıxışları ilə fərqlənən Nazlı Cəfərovanı ürəkdən alqışlayaq. Bizim Nazlı xanımımız, gözəl xanım, şirin şəkər xanım. Nazlı, sən bilirsən də mən səni nə qədər çox istəyirəm. Bilir, görsən bilir. Necəsən Nazlı? Yaxşıyam, siz necəsiz? Mən yaxşıyam, səni görəndə lap yaxşı oluram. Bu gündə geyimindən məlumdur ki, maraqlı bir çıxış hazırlamısan bizim üçün. Mən bugün Yusiflə bərabər mahnı ifa edəcəm. Bəli, həmkarı, duet ortağı Yusif Talıblı ilə bərabər Yusifi də alqışlayaq, bir duet ifa eləyəcəklər. Nazlı Cəfərova və Yusif Talıblı. Mikrofonu verin mənə zəhmət olmasa. Yusif, səni də salamlayıram. Duetinizi ifa eləyin və sizə sualım olacaq.
Şamilov. Gəl ay Yusufum, gəl yanıma görüm. Bəy kimi giyinmisən bu gün. Necəsən? Bu gün nə hazırlamısan Yusuf? Valla nə deyim, hə? Onu demək istədim. Valla nə deyim. Yusuf əslində həm model kimi burada yarışmaya qatılıb, həm də arada şeirdədir, rəqs də eləyir, mahnı da oxuyur. Bu gün nəsə keyfinə düşməyib. İndi model kimi bir dənə Yusuf özünü göstər. Musiqiyə bir dənə səs verin Yusufa. Yusuf Şamilovu alqışlayaq və model kimi ona bir dənə baxaq biz seyr eləyək. Yusuf Şamilov. Bugünün, bəli, bugünün ikincisi Yusuf Şamilov. Neyledimse faydası olmadı. Kimse benden razı kalmadı. Değiştirmişem indi formatı. Boş vermişem ben onları. Gezdim farklı farklı toyları. Boş verdim. Qızıl Onluğun iştirakçılarını bir-bir təqdim eləmək istəyirəm. Qızıl Onluğun iştirakçılarından bizim istedadlı model Tuncay Quliyevi alqışlayaq. Koy bir ömür tenha kalın. Tek bozulmasın ehvalım. Deli kimi tanısın ben hamı. Tek rahat olsun koy canım. Koy bir ömür tenha kalın. Tek bozulmasın ehvalım. Tuncay, qısa konkret. Bax, Qızıl Onluqda hər həftə əyləşirsən, 6-cı gün, bazar günü yavaş-yavaş mərhələləri adlayıb növbəti mərhələlərə keçirsən. Yəni, o səndə həyəcan hissi hansı anda başlayacaq ki, mən qorxuram birdən duelə düşərəm, filan kəsə uduzaram? Heç vaxt. Heç vaxt. Yəni, Qızıl Onluqdadsa fikirləşir mən lideri kürsüsündə də əyləşə bilərəm. Ona görə Hilal Qasımova biraz ehtiyatlı ol. Yəni, rəqiblərindən biri də Tuncay Quliyevdir. Alqışlayaq Tuncay Quliyevi, dəvət eləyək, əyləşsin və Qızıl Onluqdadır. Növbətdə və Qızıl Onluqdadır. Növbəti iştirakçımız, o da modeldir, Camal Cəfərov. Gəlsin zəhmət olmasa, Camal Cəfərov. Model, maşallah, boy var, buxum var, Allah Taala hər şey verir. Boş verdim kirli kohumları. Kaldırdım göğlere kolları. Özüm için öz reksimi oynadım. Waiting, crazy. I'm a handkerchief, this amazed that I made it. Home online is the line, is the plan. Növbəti Qızıl Onluq iştirakçımız, o da modeldir, Ayxan Adıgözəlov. Verdim kirli kohumları. Kaldırdım göğlere kolları. Özüm için öz reksimi oynadım. Neyledimse faydası olmadı. Kimse benden razı kalmadı. Değiştirmişem indi formatı. Uğur Allahverdiyev alqışlayaq ürəkdən. Növbəti model Uğur Allahverdiyev. Olmasın ehvalım. What a name, well, is the lead, is the beep, beep, hop, Apaches, the meep, crazy, the peep, the zaman, the lane, is the chist, is the beast, the main, ho. Gezdim farklı farklı toyları. Boş verdim kirli kohumları. Kaldırdım göğlere kolları. Özüm için öz reksimi oynadım. Mən hələ belə münsiflər heyətini yola verən iştirakçı görməmişdim. Necə yalandan belə elədinsə, yəni xala xəttin qalmasın. Məndə də elədi, pencəyi giyinəndə qolunu 8 saata tapıram. Səndə də elə də. Əyləş, Uğur Allahverdiyev Qızıl Onluğun növbəti iştirakçılarından biri və daha bir iştirakçımız Lətif Niyazov. Gezdim Leo. farklı toyları. Boş verdim kirli kohumları. Kaldırdım göğlere kolları. Özüm için öz reksimi oynadım. Gezdim farklı farklı toyları. Boş verdim kirli kohumları. Kaldırdım göğlere kolları. Özüm için öz reksimi oynadım. Waiting, crazy. Salam. Necəsən? Yaxşıyam. Sən gördüm daha yaxşı oldum. Bilir necə cavab vermək lazımdır, nə demək lazımdır. O axırda belə vurdun, kimi vurdun? Axırda belə elədin ha, kimə elədin? Onu Real ağaya.
Düz eləmişsən, hədəfi düzgün seçmişsən, Royal ağa. Mirsadıq, papaya belə elədi. Mirsadıq dinəvəcim, özü bilər. Ay Lətif, dueldeydin keçən həftələr. Dueldən yaxşı canı qurtardın. İndi də dueldə deyilsən. Hə, qızıl onluqdasan maşallah. Nə hazıramsan? Şeir. Lətif bizim üçün şeir hazırlayıb. Bir dənə hamı diqqətlə qulaq assın. Öncəliklə hamınızı salamlayıram. Jürilərimizi, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ən çox da sizə. Hilallı, ulduzlu, şanlı bayrağım, kölgəsi qovuşdu vətən daşına. Artıq ağlamağın səbəbi sevinç, xoşbəxtlik qarışdı gözün yaşına. Vətən nə alınar, nə də satılmaz, biz bizim alanı almışıq yeri. Ordunun savaşı, haqqın zəfəri, qələbən mübarək yurdun əskəri. Lətif Niyazov, Allah səni qorusun. Uğurlar arzu edirəm. Növbəti mərhələ keçən iştirakçılardan birisənsən. Qızıl onluqda əyləşə bilərsən. Davam edirik. Qızıl onluqda 3 iştirakçımız qalıb. Onları da dəvət edeyim. Sonra dueldə olanlara söz verəcəm. Və Aysu Səfərovanı ürəkdən alqışlayaq. Dəvət edirik. Çox maraqlı bir tərzdə gəlib Aysu Səfərova bizim yanımıza. Faydası olmadı, kimse benden razı kalmadı. Değiştirmişem indi formatı, boş vermişem ben onları. Gezdim farklı toyları, boş verdim kinli qohumları. Kaldırdım göyleri kolları. Aysu, hoş gəlmişsən. Sənin keçən dəfə mahnı ifandan sonra mən dedim ki, doğrudan da sən gələcəkdə Azərbaycan show biznesində fərqli səslərdən biri olacaqsan. Doğrudan çox mükəmməl bir fərqli səs tembirin var. İndi mənə maraqlıdır ki, bugünkü mahnını necə ifa eləmişsən. Doğrudan da mən görüm ki, yanılmamışam yoxsa yox? Yanılmamışsınız, çünki mən hər dəfə yaxşı mahnılarla səhnədə oluram. Alqışlayaq və Aysu Səfərovanın ifasını eşidək, görək bizim üçün maraqlıdır. Nə hazırlayıb?
Aysu Səfərovanı ürəkdən alqışlayaq. Qızıl onluğun iştirakçılarındandır. Növbəti mərhələdə Aysu Səfərovanı biz görəcəyik maraqlı çıxışları ilə və növbəti iki iştirakçımız qaldı qızıl onluqdan. Onları da eşidək, qulaq asaq. Fatimə Əskərzadəni ürəkdən alqışlayın. Dəvət eləyək Fatiməni. Gezdim farklı farklı toyları, boş verdim kirli kohumları, kaldırdım göğlere kolları, özüm için öz reksimi oynar. Elini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, nice kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, nice kanatlandırdı sevgimizi. Heyecanlandır deli ol arada, monotonluktan bezir her bir adam. Gel oyun çıkarak soyuq olma daha, sene yalvarıram. Coş çağır bağır sebep olmar ağam, nəsə hərəkət elə qoyma darıxmağa, mənə uyğunlaşacaq axı sel kimi çağlayıram. Şəkərini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, necə kanatlandırdı sevgimizi. Şəkərini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, necə kanatlandırdı sevgimizi. Heyecanlandır deli ol aradan, monotonluktan bezir her bir adam. Gel oyun çıkarak soyuq olma daha, sene yalvarıram. Coş çağır bağır sebep ol marağa, nəsə hərəkət elə qoyma darıxmağa, mənə uyğunlaşacaq axı sel kimi çağlayıram. Şekerini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, nice kanatlandırdı sevgimizi. Şekerini kat, buzunu da at, sonra çalkala çalkala sevgimizi, biraz heyecan, göğe uçacağım, nice kanatlandırdı sevgimizi. Aç mənə ürəyini, danış gizlilərini, düşünmə hər nə olsa kim səndən deyər. Gizlətmə hisslərimi, duyuram ateşini, içə eşkin şərbətini sonuna qədər. Fatimə Əskərzadə. Bizim gözəl şirin şəkər balamız Fatimə Əskərzadə. Fatimə qızıl onluqdasan, növbəti mərhələyə keçən iştirakçılardan biri də sənsən. Fatimə, burada ən güclü rəqib özünə kimi görürsən? Heç kimi. Hə, qızıl onluğun sonuncu iştirakçısı Zülfiyə Müzəffərova Zülfiyə. Alqışlayaq Zülfiyəni. It's the peep, it's the love, it's the love, it's the love, it's the peep, it's the love, it's the love, it's the love. Zülfiyə rəssam kimi qatılıb bizim yarışmaya və bu gün çox maraqlı rəsm əsəri çəkib. Nədir rəsm əsəri? Mən bugün səhər çəkmişəm sizə. Çox qəşəngdir. İnşallah sizə də xoşunuza gələr. Bir dənə mən tərcümə eləyim. Deyir, rəsm əsəri çəkmişəm səhər tezdən sizin üçün. İnşallah xoşunuza gələr. Azərbaycan dil ədəbiyyat müəllimələrini efir vasitəsilə salamlayıram. Hansı məktəb? 187 nömrəli orta məktəb. 187 nömrəli məktəb. Növbəti dəfə hədəfə tuş gəldi. Azərbaycan dili ədəbiyyat müəlliməsi.
Aha, rəsm əsərimiz nədir? Azərbaycanın bayrağı, ürək formasında. Bəli, alqışlayaq. Bayrağımız bizim ürəyimizdir. Çox düzgün rəsm əsəri çəkmisən sən və qızıl onluqda olan iştirakçımızsan. Əgər sən dueldə olsaydın, doğrudan da sənə bu rəsm əsərinə görə hamılıqla səs verərdilər, səni dueldən çıxmağa, dueldə qalmağa imkan verməzdilər. Və şirkətlər haqqında məlumat verim. Dueldə olan iştirakçılarımızın adını təqdim edirəm. Bizə dəstək olan bir dənə Altun Saray ürəkdən alqışlayaq. Ekranda nömrələri görürsünüz. Xeyir işlərinizi, ad günü, banket, xına yaxdı, gün o gün olsun. Burada eləşən hər birinizin toyuna gəlim, özüm aparım. Amma pul yazdırmayacağım, narahat olmuyor. Sadəcə toyunuzu gələcəm aparmağa. Altun Sarayda eləyərsiniz toyunuzu. Çünki Altun Saray möhtəşəm bir yerdir. Ekranda nömrələri görürsünüz. Hər an zəng vurub mənim adımdan istifadə edə bilərsiniz. 7 zalı var. Deyin Elşadın adından gəlmişik. Sizə böyük endirim olacaq. Bəli, endirim olacaq. Və doğrudan da Altun Saray, rəqabəti olmayan möhtəşəm yeri alqışlayaq ürəkdən. Və ətir dünyasında da Emi parfümün rəqibi yoxdur. Emi parfüm, ekranda nömrəni görürsünüz. Dünyanın istənilən yerindən olan ətirləri yalnız və yalnız Emi parfümdən əldə edə bilərsiniz. Bir üstəgəl bir kampaniyası da var, davam eləyir və Emi parfüm doğrudan da bütün o ətirlər ki var, istər qadınların, istər kişilərin doğrudan da seçimi Emi parfüm olsun. Ən möhtəşəm ətirləri yalnız və yalnız Emi parfümdən əldə eləyib və məclislərə necə lazımdır daxil ola bilərsiniz. Deyə bilərsiniz ki, mənim ətirim Emi parfümdəndir. Minnətdarıq Emi parfümə və hər həftədə bizim üçlüyə və dueldə olanlara, münsiflər heyətinə hədiyyələr olacaq. Gəl yanıma Zəhra. Gəl bir dənə oradan gedək birinci. Bir dənə Zəhranın mahnısını ver. Zəhra yox, Maşa. Bu Azərbaycanımızın maşasıdır. Azərbaycanın maşası. В лес приходит сказка, снег как чистый лист. В разноцветных красках искупалась кисть. Сами начинают руки рисовать. Ведь талант не спрятать и не потерять. Maşa obrazında bizim Zəhra Vəliyeva. Zəhra, sən ancaq obrazda Maşa ola bilərsən. Amma Azərbaycanda ancaq gözəllikdə Zəhra ola bilər, Fatimə ola bilər, Nazlı ola bilər. Maşa sadəcə obraz. Azərbaycanda Maşa adında ola bilməz. Növbəti dueldə olan iştirakçımız, Rəsul Allahverdiyev. Rəsul, gəl bura, gəl bura. Gəl bura, Rəsul. Üstü qalsın, mən alan elədim hamsın. Can, Klipində satda milyon necəsən ay Rəsul? Rəsul, tanıyırsan da Zəhranı? Bir dənə get kamerayı ora, belə elə, belə. Gəl bura. Kimdə orada best. Gəlib baxsın, bütün konsertlərim keçir sanki şəhərdə var fest. Yoxdur şansım, səndən o olan hər şey olur mənə yes. Kimdə orada best. Rəsul, nə qəşəng kostyumun var, nə qəşəng köynəyin var. Kim alıb sənə? Ana alıb sənə bu gözəl kostyumu. Bəs bu ayaqqabıları, krasovkaları kim alıb? Bilmirsən. Saatın var? Yoxdur, saat niyə almayıblar sənə? Evdədir, evdə. Hə, yadımdan çıxıb, hə? Bilmirəm ki, Rəsul, burada ən çox kimi çox istəyirsən, bax, burada uşaqlardan? hamı çox sevirəm, nə oralar. Hamını çox istəyir. Görürsünüz, Rəsulu bir dənə alqışlayın. Hamını çox istəyir. Zəhranı tanıyırsan? Get Zəhranın əlindən tut, bir dənə kamera yaxınlaş, öpücük göndər. Zəhranın əlindən tut. Zəhra, qoy əlindən tutsun, gedin o tərəfə. Zəhranın əlindən tut. Aha, ora gedin, ora.
Hə, alqışlayaq. Zəhra Vəliyeva, Rəsul Allahverdiyev. Hər ikisi dueldədir. Hə, əyləşin orada, orada əyləşin. İndi orada əyləşin. Hər ikisi dueldə olan bu iki bizim gözəl, şirin şəkər balamız yəqin sizdən dəstək gözləyir. Qaldı. Hə. Uşaq çıxdı büzüstə qoşaq, sürüşdü birdən birə, düşdü üz-üstə yelə. Uşaq durub neynədi, buzay belə söylədi. Sən yamansan, avur, adam yıxansa avur. Az qalıb ömrüm səni, yaz dərər artkaz qəmin. Əlif suya, dönərsən, axıb çayda gedərsən. Bravo! Bravo! Zəhra Vəliyeva. Elşad bəy, bax, əsr birinciliyə layiq budur. Bəli. Bəli. Zəhra Vəliyevanı imkan verməyin ki, dueldə qalsın. Dostlar, dueldədir. İnanıram ki, səs göndərəcəksiniz. Zəhramız dueldən çıxacaq. Ümid Nəbizadə də dueldədir. Ümid, mən çox istəyərdim ki, sən ifa eləyəsən, sənin ifanı hamı eşitsin. Çünki sən dəfələrlə efir məkanında keçirilən o ən sözünü deyən yarışmalarda və mənim elə özümün yarışmasında birinciliyi əldə eləmsən, 2 dəfə efirdə birinciliyi əldə eləmsən və bu gün də sən ifanla Azərbaycan xalqının qarşısına çıxış edirsən və hamı da görür ki, sən dueldəsən. Buyur, söz sənindir. Mən ilk öncə başda olmaqla müsiblərinizi salamlayıram. Ekran qarşısından izləyən tamaşaçılarımızı salamlayıram. İnşallah dəstək olarlar da. Təkcə mənə dəstək olmasınlar, burada uşaqlara dəstək olsunlar. Mən burada uşaqlarla bacı qardaş kimiyəm. Və Ümid Nəbizadənin ifasını eşidək.
Yusuf Talıblı, sənə də söz verəcəm. Hələ vaxtımıza var. Rüqəyya Axundovanı ürəkdən alqışlayaq və dəvət eləyək. Ne eyledimse faydası olmadı. Kimse benden razı kalmadı. Değiştirmişem indi formatı. Boş vermişem. Rüqəyya Axundova. Sarı və ağ rəngin sintezi doğrudan da gözəl görünür. Necəsən Rüqəyya? Yaxşıyam, siz necəsiz? Biz də yaxşıyıq və bildiyimə görə bu günləri sənin maraqlı bir çıxışın olacaq. Nə çıxışdı o? Burada balaca yaşlı uşaqlar ən birinci hamını salamlayıram. Buradan hamının bayramını təbrik edirəm. Neçə şəhidlərimizə Allah rəhmət eləsin. Burada hamıya salam verirəm, izləyicilərimizə salamlayıram. Təşəkkürümü bildirirəm ki, əziyyət çəkirlər burada münsiflər heyəti gəlib otururlar, bizə dəstək olurlar. Mən burada balaca uşaqlar üçün qəşəng bir mahnı hazırlamışam, onu da sizə oxumaq istəyirəm. Aha. Rüqəyya Axundovanı ürəkdən alqışlayaq və sizləri çox istəyir. Rüqəyya çox şirin şəkər balamızdır, istedadlıdır və bu yarışmada mübarizəsini davam elətdirir. Baxmayaraq ki, dueldədir. İnanıraq ki, səs göndərəcəklər dueldən. Qurtulub növbəti mərhələyə keçəcək inşallah. Buyur Rüqəyya, söz sənin. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Ayana böyüyəndə, günəş olaram məndə. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Lap istisində yayın, çimir içində çayın. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Odur ki par-par yanır, hər tərəfi işıqlanır. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Qışda şaxtada buzda, günəş çimir ovuzda. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Qoy gətirim ləyəni, su tök yundur məni. Ayana böyüyəndə, günəş olaram məndə. Rüqəyya Axundova əsl uşaq mahnısı ifa elədi. Bu yarışmanın formatına uyğun bir anlıq Rəsul Allahverdiyev yaşında olan günlərim yadıma düşdü. Rüqəyya, minnətdarıq sənə. Dueldəsən, uğurlar arzu edirik. SMS kodlarını, iştirakçılarını görürsünüz. 6 iştirakçı dueldədir. Onlardan biri də Rüqəyya Axundovadır. Buyur, əyləş. Uğurlar arzu edirik və növbəti dueldə olan iştirakçımız Fərid Əliyev. Gəl yanıma. Gəl, Fərid, gəl. Bax, ürəyin yerindədir. Bayaq ürəyin tez-tez döyünürdü ki, Elşad əmi, mən niyə duelə düşmüşəm? Daim qayğımı çəkən, mənə dayaq olan bir insan var həyatımda. O müqəddəs varlıq anadır. Mən bu insanın qarşısında baş əyirəm və oxuyacağım mahnını öz anamın
və nənəmin timsalında bütün analara həsr edirəm. Cənnət nə gərəkdir mənə cənnət mələyimsən, qəlbimdə olan ən böyük arzum diləyimsən. Ancaq yaşadan insanı köksündə ürəyi anacansən, ürəyimsən. Cənnət nə gərəkdir mənə cənnət mələyimsən, qəlbimdə olan ən böyük arzum diləyimsən. Ancaq yaşadan insanı köksündə ürəyi anacansən, ürəyimsən. İsmin çox özəldir, ruhun nə gözəldir, saçlarına varan telləri bir ömrə bədəldir. O sadə çətinlik var məndə əminlik, Allaha dua eylədim imdadıma gəldi. Haqqın ödənilməz, səndən daha gəlməz, kəşki bir ömür olmaya bir gün belə sənsiz. Qəlbim darıxanda, anacan çağıranda, can sözünü eşitmək çox əvəzsizdir, əvəzsiz. Cənnət nə gərəkdir mənə cənnət mələyimsən, qəlbimdə olan ən böyük arzum diləyimsən. Ancaq yaşadan insanı köksündə ürəyi anacansən, ürəyimsən. Cənnət nə gərəkdir mənə cənnət mələyimsən, qəlbimdə olan ən böyük arzum diləyimsən. Ancaq yaşadan insanı köksündə ürəyi anacansən, ürəyimsən. Lalə Çodarlı. Gəl zəhmət olmasa rəsm əsərindən hər zaman özüm mən imkan vermərəm ki, Lalə sən onu gətirəsən, mən özüm. Sən bilirsən ki, mən səni nə qədər çox istəyirəm. Bunu özüm gətirəcəm bura. Mənə deyərdin 3 nəfər tutardım da bunu gətirməkdən ötürü. Yox, çevirmərəm. Birinci özüm baxmalıyam. Birinci mənə göstər Elşad bəy onu. Çünki mən keçən dəfə demişdim. COP29-a aid çəkib Lalə Çodarlı. Baxın, xüsusilə mən baxmalıyam ona. Qəşəng, əla. Alqışlar, ürəkdən alqışlayaq, bu başqa məsələ. Əhsən sənə, bir dənə sən. Real, indi 50 balı verəcəksən, bax Laləyə. Ona görə ki, sənə görə bax, gəldi Lalə balamız burada canlı çəkdi. 50 bala dəymir, qardaş. Deyil ya yox, bir dəhə. Burada hər bir iştirakçının haqqıdır ki, gəlsin özünü göstərsin, nümayiş elətdirsin. Mən kiməsə boşlu deyiləm ki, ayaq üstə duram, kimisə alqışlayam və yaxud da ki, yerimdən cavab verəm. Mən burada hal-hazırda münsif heyətiyəm, söz vermişdim ki, xoşuma gəlsə alqışlayacam və durub alqışlamada bacarım. Lalə, bu rəsm əsəri çox mükəmməldir, çox xoşuma gəldi və sən bu gün sübut elədin ki, canlı verilişdə sən burada rəsm əsərini çəkdin və hamıya sübut elədin. Və Yusif Talıblı və Nazlı Cəfərova. Sizə Türküm qartalları, qanadların qırılmasın, vuran elin, vuran qolun, döyüşlərdə yığılmasın. Sizə Türküm qartalları, qanadların qırılmasın, vuran elin, vuran qolun, döyüşlərdə yığılmasın. Mən demişəm, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq. İti qovan kimi qovacağıq. Sıxsan yağı savaşına, ürəkli ol, möhkəm dayan. Torpaq üstə şəhid olan igidlərin
adını an. Torpaq üstə şəhid olan igidlərin adını an. Gözlerini yola diken ümitleri sana kalan. Səni yola salan ana verib sənə qeyrət inam. Size Türk'ün kartalları, kanatların kırılmasın. Vuran elin, vuran kolun, dövüşlerde yılmasın. Size Türk'ün kartalları, kanatların kırılmasın. Vuran elin, vuran kolun, dövüşlerde yılmasın. Hor vətən torpağını qarış qarış addım addım ver canını hak yolunda qoyacaqsın şəhid adın Ver canını, hak yolunda koyacaksın şehit adın. gözlərini yola dikən ümidləri sənə qalan. Seni yola salan anan verip sana gayret inam. Size Türk'ün kartalları, kanatların kırılmasın. Vuran elin, vuran kolun, dövüşlerde yılmasın. Size Türk'ün kartalları, kanatların kırılmasın. Vuran elin, vuran kolun, dövüşlerde yılmasın. Size Türk'ün kartalları, Qanadların qırılmasın, vuran elin, vuran kolun, döyüşlərdə yorulmasın. size Türk'ün kartalları, kanatların kırılmasın. Vuran elin, vuran kolun, dövüşlerde yılmasın. Hə dostlar, bu günləri Aylin və Əli Məmmədli bacı qardaşlar bizim üçün çox maraqlı bir rəqs nömrəsi hazırlayıblar. Dəvət eləyək, alqışlayın zəhmət olmasa Aylin və Əli. Əli, sənin yerişin məni öldürəcək də, bu maraqlı yerişin var sənin. Hind rəqsi hazırlayıblar, Hind rəqsi. Baxaq, Əli və Aylin Məmmədli.
Dueldə olan iştirakçıları bir səhnəyə dəvət edirəm. Rüqəyyə Axundova, Ümid Nəbizadə, Fərid Əliyev, Rəsul Allahverdiyev və Zəhra Vəliyeva. Gəl səhnəyə, Rəsul gəl səhnəyə. Zəhra gəl sən də dayan burada. Tam sakit dayanırsınız burada, yaxşı? Tam sakit, heç kim səsini çıxartmır. Musiqinin səsini bir balaca aşağı salırsınız. Münsiflər heyətinin ulduz xalları 50 xalınız var. 50 xal 6 iştirakçı arasında bölünəcək. Nəzərinizə çatdırım ki, 6-cı iştirakçı müəyyən səbəblərə görə gələ bilməyib. Nihat Dadaşlıdır, rəqqas və nağara ifaçısı. Nihat Dadaşlı. Görmüsən Royal, niyə görməmsən? Bu gün görməmsən, rəqsini görmüsən, nağara ifasını görmüsən. Fərid Əliyev, Rüqəyyə Axundova, Rəsul Allahverdiyev, Zəhra Vəliyeva, Ümid Nəbizadə 6 iştirakçıdan SMS nəticələr də hesablanır və sizin ulduz xallarınız da üstünə gəlinəcək. Necə olacaqsa sonda biz ekranda görəcəyik. Buyur, Vasif İbrahim, 50 ulduzu kimə? Öncə hər birinə uğurlar arzu edirəm. Burada iştirak edəcək uşaqlarımıza da və layihəmizi tərk edəcək uşaqlarımızı da. Hər birinə uğurlar arzu edirəm və mən fikrimcə hal-hazırda burada mən 5 iştirakçı görürəm və 50 ulduz vermə şansımız var. Hər birinə 10 vermək istəyirəm ki, hər birinə 10 ulduz gəldi. 10 ulduz gəldi hər birinə. Vasif İbrahim tərəfindən Bürhan bəy buyur. Uşaqlar maşallah hamısı bir-birindən bacarıqlıdır. Ona görə biraz səs vermək çətin olur. Amma çalışdığımız qədər ədalətli qərar verməyə çalışırıq. Nihat balamızı burada görmədiyimizə görə, növbəti layihələrdə görmüşük, səsimizi vermiş, amma hal-hazırda bu gündə görmədiyimizə görə ona səs verə bilmirəm. Zəhra balamıza 10 səs verirəm. Ümid balamıza 10 səs verirəm. Rüqəyyə balamıza 9 səs verirəm. Fərid balamıza çox qəşəng oxurdu, alqışlayıram səni, 15 səs verirəm. Rəsul balamıza 6 səs verirəm. Rəsula 6 səs. Royal ağa. Üzr istəyirəm, Burhanın sözünə qoşuluram. Ay qardaş, biz niyə bu qədər istedadlı uşaqları yığmışıq və çətinliyi də biz burada çəkirik bu dəqiqə. Doğrudan da çox istedadlı uşaqlardır. Bəli. Allah saxlasın. Aha, Royal ağa buyur. Həqiqətən də istedadlı uşaqlardılar. Günü həftələrdə keçdikcə daha da təkmilləşirlər. Mən Vasif bəy xallarını böldü, amma mən belə deyək də gördüyümü dəyərləndirəcəm. Mən anamı həqiqətən çox istəyirəm. Allah bütün anaların canını sağ eləsin. Fəridə 30 balımı verirəm mən. 30 ulduz bəli, 30 Fərid Əliyevə. 30 ulduz Fəridə gəlir. Qaldı 20 ulduz. 20 ulduzun da 20'sini də vermək istəyərdim, amma 10'unu Rüqəyyə verirəm, onu da Ümidə verirəm. 10 Rüqəyyə, 10 Ümid Nəbizadə. Rəsul və Zəhraya ulduz vermədi Royal ağa. Aha, mikrofonu verin zəhmət olmasa. Bizim qızıl onluğumuzda olan iştirakçılar Tuncay Quliyev. Tuncay 1, 3, 5. 5 ulduz Rəsul, 5 ulduz Rəsul Allahverdiyevə, 3 ulduz. 3 ulduz Zəhra, 3 ulduz Zəhra, 1 ulduz Fərid. 1 ulduz Fərid Əliyevə. Zülfiyə Müzəffərova, buyur. Ümid 1 bal baxışda. 1 ulduz Ümid Nəbizadə. Rüqəyyə 3, Zəhra 5. Rüqəyyə 3, Zəhra 5. Lalə Çodarlı. Mən 5 ulduz verirəm. Ümid Nəbizadə 5 ulduz. Özünü çox yaxşı göstərdi, anamın da xoşuna gəldi. Aha. Rüqəyyə 3 bal və 1 bal da bizim maşamıza. 3 ulduz Rüqəyyə, 1 ulduz Zəhra Vəliyevaya. Aysu Səfərova. İlk başda mən hamını salamlayıram və 5 ulduzu 5 ulduzu Zəhraya verirəm. 3 ulduzu Rüqəyyəyə verirəm. 1 ulduzu isə Ümidə verirəm. Ümid Nəbizadə 1 ulduz. Fatimə Əskərzadə, buyur. Hamını salamlayıram. Başda müsiflə heyəti olmaqla. Müsiflə heyəti bizim üçün əziyyət çəkib gəliblər bizə baxmağa.
Deməli Rüqəyyəyə 5 verirəm. Rüqəyyə 5 ulduz. Rəsula 3 verirəm. Maşamıza da 1. Rüqəyyə 5. Bir də dinə Fatimə. Maşamıza da 1. Rəsul 3. Aha. Camal Cəfərov. Hər kəsə salam. Başda müşriflər heyəti olmaqla hər kəsə salamlayıram. Çox kəsmədən Zəhra balamıza, Maşamıza 5 xal verirəm. Rəsula 3 ulduz verirəm. Ümid Əlizadəyə isə 1 ulduz Ümid verirəm. Nəbizadəyə. Ümid Nəbzadə. 1 ulduzda Ümid Nəbizadəyə. Aha. Ayxan Adgözəlov, buyur. Hamını salamlayıram. Mən Maşamıza, bizim bu verilişin Maşasına 5 bal verirəm. Bu verilişin Spiderman'ə 3 bal verirəm Rəsula. 1 balımı da verirəm Ümid Nəbizadəyə. 1 balda Ümid Nəbizadəyə. Aha, uğur Allah verdi, buyur. 5 bal verirəm Zəhrəyə. 3 bal verirəm Rəsula. 1 bal da verirəm Fəridə. Bir də mənim bayaq yadımdan çıxdı səhrədə demək. Mən buradan həqiqətən anamla atama da çox təşəkkür edirəm ki, məni buralara qədər gətirirlər. Yeganə övladsan ki, həmişə verilişin axırında yadına düşür evdəkilər. Alqışlar uğurlu Allah verdiyi. Hə. Əsas sizin ballar deyə. Sizin ballar dağ balı deyə birbaşa adamın boğazını. Yusuf Şamilov. Allah qoysa bu dəfə 47 dəqiqə fikirləşməzsən, inanıram. Baxırsan, sənin 10, 20, 30, yox, 20, 30, 40 ulduz vermək şansın var. 20, 30, 40. 20 ulduzu kimə verirsən? 1-1, öylədirmi? Buyur. Fəridə 40. Fəridə 40 ulduz. Bəs 30 ulduz? Maşa. Maşaya 30 ulduz. Aha, bəs 20 ulduz. Bir saat 47 dəqiqə, ya Allah. Bilmirsən? Bax, növbəti var, iştirakçılar deyim. Rüqəyyə var, Rəsul var, Ümid Nəbizadə var. Nihat Dadaşlı var, hələ 1 ulduz verməmişsə, Allah köməyiniz olsun. Rəsul. Rəsula. 10 ulduzda Rəsula. 10, 20, 30. 10, 20, 30 ulduz şansın var Nazlı Cəfərova. 10, 20, 30. 30'u Fəridə verirəm. 30 ulduz Fərid Əliyev. 20'ni Maşaya verirəm. 20 ulduz Maşa. 10 ulduzu Rəsula verirəm. 10 ulduz Rəsul Allah verdi. Zəhran heç xəbər yoxdur bu ulduz nədir, gülür yalanla. Zəhra, nədir ki bu ulduz? Hə, Hilal Qasımova. 30, 40, 50 ulduz. 30, 40, 50 ulduz. Təəccübləndir indi bizi. 50 ulduz Ümidə. Hilal Qasımovanın burada mən deyərdim ki, ən bəyəndiyi iştirakçı Ümid Nəbizadədir. 50 ulduz birbaşa Ümid Nəbizadənin aktivinə yazıldı. 50 ulduz. 40 ulduz kimin aktivinə? 40 ulduz Fərid Əliyevin aktivinə yazıldı. 30 ulduz. 30 ulduz Zəhra Vəliyevanın aktivinə yazıldı. Və diqqət, münsiflər heyətinin verdiyi bütün o ulduzlar, qızıl onluqda əyləşən iştirakçıların verdiyi, qızıl onluqda əyləşən iştirakçıların verdiyi ulduzlar və günün liderliyi siyasında əyləşən 3 iştirakçının verdiyi ulduzlar və gələn SMS-lər hamısı hesablanır. Dueldə olan Nihat Dadaşlı, Fərid Əliyev, Rüqəyyə Axundova, Zəhra Vəliyeva, Rəsul Allahverdiyev və Ümid Nəbizadə. Bu 6 iştirakçıdan 3 iştirakçı layihəni tərk edir. Ona görə diqqət ekrana.